Müjgan adında TikTok var. Müjgan. Gör neye narazılıq edir ha. Deyir ben cənab prezidentin deyir şəkilini koymuştum profilimə. Onun adından TikTok açmışdım ve orada osturup pul kazanırdım. Ben deyir niye bağladığın səhvəmi? Ay əsəbləşib qırğındır. Buna bak. Ala bak. Qırğın deyir əsəbləşib. Ala bak. Ay mən dəli olmayayım ne edeyim ha. Buna bak açımına. Bak. Bak ben gözdə salamın səsini verim. Bak bak. Şimdi bana misafir atın. Ben İstanbul'da bırakıyorum. Bu değil. Ben ilham yapmayı çok seviyorum. 300 milyon da değişmedim. Tekliflerimizi olsun efendim. Yaşasın ilham yapmayı, yaşasın ilham yapmayı yoksun. Artık onun için otururum. Gelir. Gelir. DJ Eva. Sensin otururum. Düz ilhamın ağzına. Gör ölkədə necə xaossun, necə dəhşətli vəziyyətdə ki. İlhamın adına Elif ki, burada maraqlı bir tema var ha, burada maraqlı bir tema var. Hakikaten. Travası olmayan İlhamın Mehriban'ın şəklini vurur, maşına sürür. Efirdə naruşeni eləyən İlhamın şəklini profiya vurur. Efirdə osturan belə. Efirdə osturan belə. Sən inanırsın. Aa, valla sənin Bakıda evin var, yoxdur. Mənim heç nəslimin evi yoxdur Bakıda. Bax, ostura Bakıda özünə ev tikdi. İnanmırsan? Hə, Australink ölkədə yaşayırıq da, prezidenti osturakçı, vitse-prezidenti osturakçı. Bunun medyasında olacaq. Osturağı da rəsmləşdirib də, o Müjgan xanım. Ancaq osturmaq üçün İlhamın şəkilli qoymalısan və ayda 200 manat pul verməlisən, bir də çox söysən, 500 manat ver, get kefir. Diləncilər haqqında qərar verdilər. Ancaq polis dilənməlidir, xalq dilənməməlidir, polis dilənməlidir. Mehman bunu axıra gedəcəkdir. Bugün limon Elsəvərdə bilir, mehman dostum. Bəsdir mənə, bəsdir o mənə. Yox, açma gəl, özü çıxdı. Deməli, bizdə bir dənə Yunis müəllim var idi, yox, Musa müəllim, Qızılbaş Musa Əlbəylidə bəlkə eşitmiş olarsan, sən tozdusan. Deməli, Qızılbaş Musa var Əlbəylidən. Oturur sinifdə, Roşka adı, o da mənim dədəmin maması oğlunun oğludur, Əşrəfin oğludur. Deməli, Roşka Rauf idi, Roşka deyir. Deməli, Roşka oturub qabaqda, mən də dalda oturmuşam. Mən çox tərbiyəli adam olmuşam, heç vaxt söyləyəcəm. Amma bir də nəzət oldu, bu müəllimi də çox savadlı adamdır, manyak kimi müəllimi idi, riyaziyyat müəllimi. Mənim dədəmlə də dostuydu. Mənə də biraz dərsdən əlavə mənlə məşğul olurdu həmişə. Deməli, bir də görsən hansısa qız kağız atırdı, belinə dəyirdi, bilmirdi, qız şurada, özü bilməməz deyə vurur. Bir də Roşka səhərfindən pis söz dedi də birdən bir ağzına. Bak bir de bunu adam vurmurdu, vuran değil de vururdu ki. Eğer balta vurursan deməli Musa müəllim Qızılbaş Musa deyirlər. Böyle başından vurdu. Benim özü çıxdı. Neyse. Şimdi ne de o limon bak cinsiyetini değişti. İran'a gitti, Türkiye'ye gitti, Gürcistan'da, Rusya, Fransa'da geldi. Yer tapanmıyor. Onun yeri Bakı'dı, Bakı. Petkalar şehri. Çırıklar şehri. Şuleler şehri, Çırıklar şehri. Bak o şey var ya Elsəvər. Neydi onun adı? Delizar Delidar. Hollandiya'daydı. Hollandiya deyirlər, Petullar yığınıdır Hollandiya. Əvvəllər orduxana verirlər, bax. O geri zekalı qoyun millət də yarıdan çox qoyundur da. Bir dənə biz nə eləməliyik? Bir də ki, qoyun bizdən qeyrətlidir ha. Bizim bir arvadımız var, bir iki uşağımız. Klient aparır ha. O nə qədər adam tanıyır, arvadını klient aparır. Ama bak qoyunun, bir qoçun 8-12 qoyunu olur. Bir xoruzun 10-12 toyuğu olur. Yəni onu o boylanıb istəyə bilər. Yəni xoruz toyuğuna qonşunun xoruzu yaxın gələndə qan su yerinə axır. Və yaxud qoç 12 dənə qoyunun qoçudur. Qonşunun qoçu gəlsin bir dənə qoyuna, eləcə belə sürtünsün, gör orada. Beyin darmadağın olur. Görsən, qoç başı yeyəndə içində qurd olur. O qədər baş-başa deyirlər ki, dalaşmaqdan beynin içinə qurd deməli gəlir boşluqlarda. Amma qoyunun başını şeyləysən, içindən qurd çıxmır. İndi biz qoyundan da betərik. Bizim millətimizin İran yarısından çoxu qoyundan betərdir. Baxın, Delizar Delidar. Hollandiyada o vaxt deyirlər Orduxan saç uzadı, petuxdur. Sonra gördülər ki, hamımızın dədələrimiz, babalarımız saç uzadı be. Qədimdə o vaxtı, o illərdə hamımızın dədə babalarımız saç uzadı. Sonra bu söhbət girişdirildi. Sonra mənə lağ elədilər, çıxdılar. Nə demişəm mən? Bir maşın var, xarici maşın, neydi onun adı? Neydi onun adı? Lamborghini. Mən dedim Lamborghini demişəm. Aya başladılar, mən Lamborghini demişəm, Lamborghini. Ulan deyirlər, Lamborghini deyə bilmiyəm. Çıxdım nə qədər bağırdım ki, həmən vaxtda mən hücum olmuşdu. Hücum olmuşdu, kapalı yerdən danışırdım polis nəzarətində. Dedim, ay, əsəbindən də partlayıram, TikTok təzə açmışdı, mənə də təzə paylaşırlar. Dedim, ay, anası bağışsı falan kəsdə. O, mənim pulum da olsa, imkanım da olsa, o Lamborghini'dir, Racini'dir, onu sürmərəm. Sonra gördüm bu səs yığışdırıldı, Allah eləyən yoxdur. Sən demə, dünyada bir də bizim cındırlardan başqa Lamborghini deyən yoxdur, hamı Lamborghini deyir, hələ Avropada, Londonda Lambo deyirlər. Lambo, saldırmış şəkildə. Sonra buna yığışdırıldı. Baxın, indi Delizar Delidar Petux. Hollandiyada qərar tapamadı, gəldi, axı Petuxların diyarı Bakıdır.
Ay qadın alım Almaniya siyasi mühacir edən Tolik anasını Erməniyə verdi. Gördük ha mehriban gəlir, mehriban. Ölkədə petrolların yeridir. Qayıtdı getdi ölkəyə. Kim getdi? Tolik getdi. Gördünüz mü? Bak qadın alım, sayın bir şeydir. Bak ölkədə, bak Qax rayonunda. Xaldan, Şəki, Qax, Zaqatala, bala 5 dənə rayonun kuratorudur. Kim? Bayram Nurlu. Bak Qaxda Lobby iz İlisu oteli, Lobby iz İlisu restoranı, villası. Öyle bütün qızlar gəlir nə deyim ha, qızların gözünü gətirirlər. Oğlanların gözünü gətirirlər. Kimsə də qarışa bilməz. Mən deyəndə bu petkaların başında ailə durur. Ailə bunları vilayətə tapşırır. Vilayət Eyvazova. Bak, niyə görə bak, gəl burada ikimiz də oturaq da ikimiz də var. Bir Qazi ortaya qıtma bura. Onun meydini ağrıyaq. Zaten hamısı ölmüşdür. Qaziyə bak, Qaziyə pul dilənək də var ikimiz. Deyək ki buna pul atın, buna 3000 pul lazımdır müalicəsinə. Vallahi yığılmayacaq. Yığılmayacaq. Ama bir dənə petrol çıxsın, o petrollardan biri çıxsın bura, o Qazini çıxartsın. İnan Allah'a 10 dəqiqə 10 min yığılacaq. Niyə? Niyə görə petrollar bak, Bayram Nurlu'nun 16 milyonluq sərvətini açmamışam. Ha boşun 2-dən 3-dən evi. Ha Fort Bakıda kim verdi boş evə? Mehribanın damısı. Buradan darvaza, 0 kilometre marşı, o birisiler. Hələ biri gəl, nə bilir bağlar, danışa bilmir. Ancaq biri yeməyi bilir. Yeməyi. O birisi realizat bir də divanın üstündə hoppanıb, bu boyda bir soğançalıq dalı var, popsu. Onu böyle oynadı. Git kızın dalını oynatmağına baktın ha. Ama yadındadır o vaxtı biz tozda ya bütün kim nə olmaq istəyir ona baxır. Bax güləşçi güləşə baxır, karatə Evet. baxır, musiqiçi musiqiyə. Deməli xalqın çoxsu petrol olmalı.